Salam dəyərli müəllimlər, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən İltar Hazırlıq Mərkəzinin təlimçisi Əzizova Nərmin. Dəyərli müəllimlər, bu günləri Naxçıvan müəllimlərinə, yəni 3 may tarixində Naxçıvan müəllimlərinə düşmüş sualların izahlarını sizinlə bölüşəcəyəm. 5 sualdır, yəni 5 sualla qarşınızdayım. Çalışdığım qədər, söz verdiyim kimi, ümumiyyətlə yeniliklər olduğu təqdirdə əlimdə olan məlumatları sizin diqqətinizə çatdıracağam. Dəyərli yoldaşlar, bu günlərim yenə sübut olundu ki, taksonomiya, müəllim-şagird münasibəti, inteqrasiya bizim ən aktual mövzularımızdan biridir. Dünənlərim qiymətləndirmədən çox suallar salmışdılar. Bu günlərimdə taksonomiyadan. Düzdür, arada mənə sual verirlər ki, müəllimə, iş üsullarını görmədim. Yəni, paylaşımlardan, müdavimlərin dediklərinə əsasən, yəni belə bir nəticə çıxarırıq ki, yoxdur. Deməli, çox güman ki, iş üsulları və təfəkkür növbəti günlər üçün nəzərdə tutula bilər. Ona görə hazırlıqlı olaq, zəhmət olmasa. Və ümumiyyətlə, aktual mövzularda, mən bunu bayaqki izahlarımda da bildirmişdim, bundan öncəki izahlarımda da. Yəni, bu mövzular çox aktual mövzulardır və mən hər zaman deyirəm, deyəcəm də, inteqrasiya, taksonomiya, kurikulumda ən vacib məsələdir. Deməli, keçid eləyək sualımızın izahına. Dəyərli yoldaşlar, yenə bir taksonomiya sualımız var və burada hətta müəllim-şagird valideyn münasibətlərindən də suallar var. Deyir ki, verilmiş düstura uyğun katetləri 4 sm və 5 sm olan düzbucaqlı üçbucağın hipotenuzunu tapın. Düzdür, ola bilər mən burada rəqəmləri özümdən yazmışam. İndi dəqiq rəqəmləri bilmirəm. Amma sual belə olub. Mən bunu öz müdavimlərimə izah eləmişdim. Hətta mənim taksonomiyaya aid ödənişsiz izahlarım olmuşdu və mən bunu hər iki qrupumda da paylaşmışdım. Və orada vurğulamışam ki, yəni YouTube bölməsində var o suallar. Daxil olub baxa bilərsiniz o mövzunun izahı. Orada vurğulamışam ki, yoldaşlar, keçən ildən bu yana düz tura baxıb, düz tura əsasən nəsə, misal, məsələ həll etmək olur anlamaq. Yox, ay müəllimə, burada düstur var, biz bunu hesablayacağıq. Niyə tətbiq olmadı? Sualım verməyin. Çünki burada düstura əsasən, yoldaşlar, bilməyənlər mənim YouTube'da həmin baxarsınız, taksonomiyanın izahı var və çox aydın şəkildə orada hər bir şey və bu məsələni də vurğulamışam. Düstura əsasən misal, məsələ həll etmək olur anlamaq. Niyə tətbiq olmadı, dəyərli yoldaşlar? Çünki burada sərbəst bacarıqlar görmürük. Ona görə tətbiq olmayacaq. Cavab olur A bəndi. Keçirik 3-cü suala və belə bir sual olub ki, deyir ki, valideyn hər dəfə övladının məktəbdən götürməyə gecikir və onu vurğulayım ki, belə bir sualı mən hazırlamışdım, öz müdavimlərimə işlətdirmişdim və hətta bu sual Time'da da var, səhv etmirəmsə. Yəni, belə çox rahat, çox aydın, çox belə deyək də, sərras və sərbəst suallardır. Yəni, oxuyan hər bir kəs, zəhmət çəkən hər bir kəs gözü yumlu hətta deyərdim ki, sualları rahatlıqla yazacaq. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Aha, görürsünüz, valideyn müəllim münasibətləri. Valideyn, açın müəllim-şagird münasibətlərini oxuyun. Valideyn müəllim münasibətləri. Bu hal sizə mane olur, çünki hər dəfə şagird gözləməli və evə gec getməli olursunuz. Müəllimin atacağı düzgün addımı müəyyən edin. Təbii ki də cavabımız nə olacaq? Gəlin yenə variantları gözdən keçirək. Şagirdi digər şagirdlərin valideyninə tapşırmaq olar bu. Məntiqlə heç oxumasaq belə bunu biz tapa bilərik. Əlbəttə ki, səhvdir. Şagirdi məktəbdən evə tək buraxmaq təbii ki, yanlışdır. Vəziyyətə müdaxilə etmədən şagirdi məktəbdə qoymaq olmaz. Görürsünüz, hamısı mənfi yanaşmalardır. Şagirdi məktəbin təhlükəsiz mühitində nəzarətdə saxlamaq və valideynlə əlaqə yaratmaq. Bəli, cavabımız olur D bəndi. Niyə? Çünki digər variantlara baxsaz cəza verir. Amma D bəndi digər variantlardan daha rahat və aydındır. Və belə bir sual var. 4-cü sualımıza baxaq, dəyərli yoldaşlar. Qrup tapşırığını yalnız bir şagird yerinə yetirir. Bəli, yoldaşlar, belə bir situasiyalar
taymda da ümumiyyətlə belə bir sualları müdavimlər çox işləyiblər məncə. Yəni çox qarşınıza çıxar. Ümumiyyətlə kurikulumla yaxından məşğul olanlar belə bir situasiyalarla çox qarşılaşırsınız. Ən çox da həqiqətən də biz problemləri qrup tapşırıqlarında görürük. Çünki qrup tapşırıqları biraz belə deyək də orada çox şeylər var. Yəni iş bölgüsüdür, şagirdlər arasında sosial bacarıqların zəif olmasıdır, nitq qabiliyyətidir, prosesdən kənarda qalmaqdır. Bu kimi situasiyaları məhz elə qrup tapşırıqlarında görə bilərik. Ona görə də qrup tapşırıqlarından nümunələr çəkirlər. Yalnız bir şagird yerinə yetirir tapşırığı, digər şagirdlər isə prosesdə passiv iştirak edirlər. Yəni gedişat zamanı şagirdlər passivdirlər. Bu halın qarşısını almaq üçün müəllim nə etməlidir? Bəli, yoldaşlar, gəlin bütün variantlarımızı süzgəcdən keçirək. Passiv şagirdləri dərhal fəaliyyətdən kənarlaşdırmaq olar sizcə bu? Dərhal çıxış yolu tapmadan şagirdi fəaliyyətdən kənarlaşdırmaq uyğundurmu? Əlbəttə ki, yox. Vəziyyətə müdaxilə etmədən prosesi kənardan idarə etmək. Sizcə belə bir halda vəziyyəti müdaxilə etmədən şagird passivdir və sən kənardan vəziyyəti necə müdaxilə edə bilərsən? Yəni necə idarə edə bilərsən? Təbii ki, yəni yanlışdır. Qrup daxilində rolları bölmək və hər bir şagirdin aktiv iştirakını təmin etmək. Cavab C bəndidir. Niyə? Çünki qrup daxilində rolları bölmək. Yoldaşlar, qrup işi zamanı bunu xatırlayaq ki, qrup işləri zamanı vəzifə bölgüsü, ümumiyyətlə hətta deyərdim ki, meyarları öncədən təqdim etmək, təlim nəticəsini öncədən, hətta biz burada çox şey sadalaya bilərik. Qrup qaydalarını şagirdlərlə birlikdə tətbiq etmək, qrup daxili vəzifə bölgüsünü şagirdlərə öncədən vurğulamaq mütləqdir. Əgər belə bir situasiya ilə yenə qarşılaşsanız, yoldaşlar, tam əminliklə deyirəm ki, siz orada cavablarda bu variantları axtaracaqsınız. Müəllim fikir verəcəksiniz ki, vəzifə bölgüsünü düzgün aparmalıdır, müəllim meyarları öncədən təqdim eləməlidir, rolları bölməlidir, qaydaları şagirdlərlə birlikdə təqdim eləməlidir. Bəli. Hətta bundan öncə dünənlərin belə bir sual düşüb ki, müəllim şagird səs-küy salır. Yox, qrup daxilində bir-birlərini fəal dinləmirlər. Bu zaman müəllim nə etməlidir? Bu zaman müəllim qaydaları şagirdlərlə birlikdə tətbiq etməlidir və qaydaları şagirdlərə xatırlatmalıdır. Bəli. Fəal dinləmə bacarıqlarını formalaşdırmaq üçün şagirdlərə qaydaları mütləq ilk növbədə xatırlatmalıdır. Ona görə cavabımız olur D bəndi. Qrup fəaliyyətini ləğv etmək, yox, bu çıxış yolu deyil. Tapşırığın icrasını yalnız fəal şagirdə həvalə etmək bərabərliyi pozacaq bu zaman. Ona görə də cavabımız oldu C bəndi. Növbəti sual, 5-ci suala baxırıq yoldaşlar. Şagird yenə inteqrasiya və inteqrasiya yenə də düşəcək. Bu MİQ müəllimləri olsun, sertifikasiya, növbəti sertifikatlaşdırma prosesində olsun, hər birində sertifikasiya imtahanlarında ən əsası müəllimlərə inteqrasiya düşür. Bəli, elə ən çox da MİQ müəllimlərinə. Şagird Kitabi Dədə Qorqud dastanını oxuduqdan sonra müəllim onlara belə bir sual ünvanlayır. Aha, dəyərli yoldaşlar, biz burada hansı fənni görürük? Ədəbiyyat çox rahat şəkildə ədəbiyyat fənninin terminlərini qabarıq formada gördük. Bəli, dastanda adı keçən ərazilər Azərbaycanın indiki hansı bölgəsinə uyğundur? Bölgə gördük biz burada. Ərazi gördük yoldaşlar. Nə gördük? Coğrafiya fənni. Yəni iki fənnin sərhədləri aydın formada qabarıq şəkildə özünü göstərir. Niyə fənn üstü olmadı? Sual verir müdavimlər. Nə iş var? Şagird burada deyirmi ki, su çatışmamazlığı var, onu həll eləyir. Deyirmi ki, ekoloji problem var, ətraf mühitin çirklənməsi ilə bağlı şagird plan təklif eləməlidir, ağac əkmə aksiyasında iştirak eləyirdi. Məsəl üçün, özümdən nümunə gətirirəm də, belə bir situasiyalarla qarşılaşdıq? Yox. Ona görə cavabımız yalnız olur fənlər arası. Dəyərli yoldaşlar,
Suallar sizə faydalı oldusa, izahımdan nələrsə öyrənə bildinizsə, zəhmət olmasa kanalımıza abunə olun və orada bəyən işarəsinə basın. Əlavə heç bir tələbimiz yoxdur. Sağ olun, görüşmək ümidi ilə. Yeniliklər olduğu təqdirdə mütləq sizləri məlumatlandıracağam.